Ha, indi uşaqlar bilirəm ki, aşağıdan narahatdır və məni təmin edirlər. Haqlı olaraq bilirəm ki, qınıyırlar orada məni. Amma şükür sağ-salamatam. Ha, buna görə yaşayırıq da biz. Bax, buna bax. Parmakların arkası. Adboy. Oh, qarın içində. Oh, axın qara. Gəlib bura. Vətənin ki qarına belə. Diz üstə girmədin. Ha, bunu nə ləzzət olar da. Ha. Bax, bu vətən qarı. Bax, bunu hələ qurtlamaz yəni, yemək olar. Təmizdir. Ay, ay, ay. Nə gözəl. Uzun yalı görürük. Günəşimiz başlı belin üzərində qürub eləyir və yenidən üzümüzə doğacaq inşallah. Və biz bu yerlərin sahibiyik. Sahibi. Bu yerlərin sahibi bizik. Biz gəlməliyik, biz yaşamalıyıq. Artıq internet gəldi. Canlı yayım edə bilərəm. Hə, biz gəlməliyik, amma indi geyinmək lazımdır. Vay, ödənənə, bunun qarnına bax. Hay sərəzat. Bugün geyinim və hamd olsun. İkinci dəfə olaraq 2020-ci ildən 5 il keçib, 6 il keçib 21-ci ildən 21-də çıxmışdıq. Biz artıq bura ikinci dəfə çıxdıq və oradakı digər kahanı da çəkdik. Hə, indi bir canlı yayım eləyim. İnternet tutur yəqin ki. Buradan Ağdərə falan tərəflər görünür. Və bu uzun yol deməli buradan başlayır bu tərəfdən. Arxa tərəfi Ağcakənd. Çox gözəl və bugün biz hətta Dəli Dağın zirvəsini də görə bilirik. Baxın. Yəni, buradan belə gedirsiniz, düz gedirsiniz, çıxırsınız Dəli Dağa. Bu Dəli Dağıdır. Hər iki əsas zirvəsi də görünür və qarlı. Budur əsas zirvəsi. Dəli Dağın ən hündür iki zirvəsi var. 1, 2. 2 hündür zirvəsi var. Sağdakı deməli bir dənə dəqiq baxım, deməli buradan Dəli Dağın zirvəsi tam göstərə biləcəm sizə. Yəni dəqiq baxım sonra. Buradır. Siz o Dəli Dağıdır. Bu da zirvədir. Bizim Başlı Bel Az saytında logoda Baslı Bel Az yazıb baxa bilərsiniz. Logosu bu iki Dəli Dağın zirvəsinin simvolu olaraq götürülüb və özüm tərəfindən hazırlanmışam. Bütün qrafik dizayn işlərini, ölçülərini qızıl nisbət qaydasına qədər dəqiq hesablanıb, çəkilib və vektorial formada da hazırlanıb həmin dağın simvoludur.
Gələcək nəsillərimiz üçün yurd olsun. Biz yaşaya bilmədik. İndən sonra Allah nə ömür versə onu yaşayarıq. Və Dəli dağın zirvəsi çox maraqlıdır. Baxın, mən Barmaqlar dağına çıxmışam deyirəm, kəndimizin içərisini də göstərim. Çevirdim. Əlimi qoymaq istəyirəm ki, bir günəşə qarşı filtr yaradım, amma bilirsiniz də, bu əlinlə tam yarada bilməz. Təxminən bu əlimi belə qoydum. Bir tər çəkirəm. Aha, indi əlimə keçdi. Belə bir kəndimizin günəş batanda görüntüsüdür. Yəni bunu lut kimi çəkim, sonra rəhləndirərəm. Günəş batıb və kəndimizin çox möhtəşəm bir görüntüsü var. Barmaqların arxa istiqaməti çox böyük bir soyuq var artıq. Günəş batan kimi hiss olunur adamın iliyinə qədər. Və hardan düşsəm daha rahat olar deyə düşünərək kəndimizi bir çəkim və düşüm. Güman edirəm ki, oralardan gedib düşsəm uzun olacaq. Elə buradan birbaşa düşməyə çalışacağım. Baxın necə Dəli dağın o hissəsi qarla dolub. Kəndimizi yandırıblar. Göz gördükcə adam baxır. Doymur da bu ürək. Doymur. Bilmirəm hansı istiqamətdən daha rahat düşə bilərəm. İndi də düşməyə fikirləşirəm. Qoy gedim buradan düşüm. Bu da Ağdərə tərəflər. Ya Allah! Qar var hələ də. Uşaqlar aşağıda mən əsəbləşəcəklər, təkcə çıxmışam. Mağaranı gəldim, çəkdim, hamd olsun. Və indi düşürəm kəndə tərəf. Məncə buradan düşsəm olar. Birazdan burada alma çiçəyi, nə bilim nə, gül çağıracaq çiçək çiçəyi. İndi isə 17 aprel 2026-cı il. Belə bir qar var hətta. Oradan düşüm, ətişə də çəkərəm. Yəqin ki, rahat düşərik də. Başqa onsuz da variantımız yoxdur. Qara bax. Necə yanılıyor kendimiz. Uşaqlar məni öldürəcəkdi. Maşına bax, harda saxlamışam. Gör, hardaydıq. Görən bunlar hanı? Görmürəm evin yanında, yəqin ki, getməyiblər.
Qeyri-peşəkar olsa da belə bir video çəkdim. Qoymurlar, çağırırlar, yoxsa belə çəkərdim. Allah'tan ay falan olmadı mağarada. Dağımıza gelmişler, yoruluplar. Çağırıram ki buradan ya buradayım. Yani deyir çanmazar. Əsəfləşib indi. Fikirləşmə görə mara getdik. Gətdə işim yoxdur, bir dənə bizik. Şöyle da qorxub. Ne de yorulub oturublarsa burada var. Elə bir bura çıxanlar da məndən 10 yaş balacasınız. Yine düşəndə çəkəcəm görüb məni necə tanıyırlar. Ne olur? Çək otuyor ha. Əli də. Her yorulup düşəndə çəkəcəm görüb mənə sözlər deyə gəlir. Bilirəm gülələri doludur. Bayaqdan məni çağırmışlar. Mən də canlı yayımıyorum, eşitmirəm yuxarıda. Eşidirəm, səs verirəm, bunlar mən eşitmir. Mən hündürdəyəm. Elə biliblər ki, yəqin nəsə olub da. İndi rahatlayıblar, qovatsınlar. İndi çəkə bilərəm, bax. Evimizi çəkim görüm. Bax, bu da bizim ev. Bu təzəsi. Bu iki yana qaldığımız. Kanım boş. Düşüm aşağı. Gəldim bunlardan ən bir danlasın, çəkim aşağıda bax. 10 yaş mənimlə balacalar. İndi gör mənə nə sözlər deyəcəklər, hə bunlar. Deyir ki, deyirəm Şəfqaloğlu. Bir dənə danış. Yıxılmışam, başım daşa dəyib sonra. Ayı qabağına çıxır, nə bilim bir hadisa baş verir. Ayı? Ayı bizdən nə işi var? Sən axtarmışsın, sağ oradan bura, gör nə qədər açmışsın. Əlam yaşda. Əl verir. Sən deyirsən ki, bəlkə yıxılmışam, başın daşa dəyib. Əl oradan beni elir, Allah eləyərdi, deyəydi. Səsi görə bildin. Ya, əl ürək sözündə də de. O bayaq da ürəyini boşaldı. Fotosu kadra düşəcək sözlər deyil. Eyb yox, deyib, mən qəbuldur. Kim çıxıb oradan bir? Canlı yayım eləmişəm. Ay yox, burada da de. Gördün. Deyir, gördün. Birinci ki. Ay, bu çaşırdı, qalaqlı. Bura dolu saçım. Ben necə dəfə çağırdım sizi. Camaat eşidir deyə səsimi. Onu gəl çıxır burada. Arabamın çox var. Doludur, bu yağmaz doluymuş. Hə. Daha buna bax. Deyir ki, bəlkə yıxılmışsan başı daşa dəydi. Allah! Deyir Allah eləyəcək. Telefonu. Əli, ben ne oldu? Dağa gedəndə deyirdin ki, dostum, kardeşim. İndi oradan sürüşdü bir elə. İndi deyirsən ki, gedib başım daşa dəysin. Sen həmişə varsan, sen ürəksən. Çox belə gözəl yanır peçdə. Qoxusu da ki, başqa cırdı da qoxusu. Baxın buna. Ama yaman üstü oldu ha. Yorulublar. Dediler ki yemək pişirməyək. Mənim dalımcan gəliblər. Çıxıblar parmaqlara. Yorulublar. Gece saat 2-3'e kadar oynayacağız. Gelmişik. Yer yurdumuzu. O vaxt spesialden bir Kamranın deyişi gedirdi. Kamran oyunda deyib ki, reklam var. Ha? Yəqin ki, görürsən də, ərimlərin
Reklamları çox yaxşı bacarır. Axırda nə olacaq? Hələ bilmək olmaz, indi başlamısınız. 70-in 145-ə sıra, nədir? Hələ tezdir. Beşib üşü hələ ki düzmüşük bura, amma yer yurd elədik. Sərgiyə salacaq, səhərləri bugün gəlmişik. İnşallah Allahın köməkliyi ilə interneti qoşaq görək nə yerlik var. Ondan sonra davam edəcək. Çöl də çıxıb çəkəcəm bir dəqiqə. Bunları elədim ki yanmasın, məndən dalaşarlar ya bunlar. Odunlardan da falan biraz tədarük eləmişik. Əti elə yerə qoymuşuq ki onu yerə götürək maşına qoyaq. Mən götürüb maşına qoyacam, ayzat gəlməz. Görüm yanmır. Baxaq, yanmır hələ ki yəqin ki. Çöldə bir dənə şaxta var. Həli sən də buradan deyirdin, oradan heyvan baxır. Gedim oranı çəkim gəlim. Qalxma, heç nə orası deyil. Nə var ki orada? Oradan bunun dalından bayaq hansısa heyvan baxırdı, işıldayırdı. Yer belə şeydir də. Belə yer buzlu elə bil. Gedibdi heyvan, heyvan da yoxdur. Su donub, hər tərəfi belə bir çəkdim ki, heyvan olsa görək. Deməli suyu doldurmuşduq. Burada butulkada baxdım ki, butulka buz bağlayıbdı. Ona görə butulkanı boşaltdım. Bax, burada daha şaxtanı daha gözəl görmüyor, bilmirəm. Bax, belə versək bilinir. Parıltısı falan. Görürsünüz də bax, bu şey. Bax, butulkadı donubdu. Su donur. Butulkanın içində dolur. Axar su təbii ki donası deyil. Bunun içində baxın. Ümumi bir ətrafa baxaq. Əti falan maşının içərisində qoymuşuq. Güman edirəm ki, gəlib heç nə eləməz. Heç bunun altına da girməyib. Aha, yaxşı ki gəlmişəm. Ayaqqabılarım buradaymış.